Rusiyadan Bakını qəzəbləndirən hücum. Ukraynadakı diplomatik binalarımız niyə vurulur? Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəliyinə və Azərbaycana aid olan strukturlara Rusiyanın raket hücumu nəticəsində bir neçə dəfə ziyan dəyməsi faktları raket hücumlarının məqsədli olması barədə suallar yaradır. Report xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyaya təqdim elədiyi etiraz notasında deyilir. Bildirilib ki, noyabrın 14-də təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İskəndər tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi, 2022-ci il martın 10-da Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun binasına aviazərbə endirilməsi, 2024-cü il yanvarın 2-də Rusiya tərəfindən kinjal raketi ilə həyata keçirilən hava zərbəsi nəticəsində səfirliyin inzibati binasına zərbə dəyməsi, 2025-ci il avqustun 28-də isə Azərbaycanın Ukraynadakı səfirliyinə təxminən 50 metr məsafədə endirilmiş hava zərbəsi nəticəsində səfirliyin inzibati binasının və konsulluq şöbəsinin səfirin rezidensiyasının zədələnməsi, eyni zamanda 8 və 18 avqust 2025-ci il tarixlərində Odessa vilayətində Sokar şirkətinin neft bazasına dron hücumları bu sualları yaradır. Bütün bu faktlara dair Rusiya tərəfinə əvvəllər rəsmi notalarla məlumat verildiyi, həmçinin Ukraynadakı diplomatik təmsilçiliklərimizin yerləşdiyi binaların koordinatlarının hələ 2022-ci ilin aprel ayında Rusiya tərəfinə təqdim edildiyi, koordinatların Rusiya Müdafiə Nazirliyi tərəfindən nəzərə alınacağını bildirildiyi xatırlanıb. Görüşdə diplomatik təmsilçiliklərimizə bu kimi hücumların qəbul edilməz olduğu diqqətə çatdırılıb, Rusiya tərəfindən məsələ üzrə müvafiq araşdırma aparılması və ətraflı izahat verilməsi tələb olunub. Qeyd eləyək ki, Azərbaycan Ukraynanın paytaxtı Kiyevdəki səfirliyinin atəşə tutulması ilə bağlı Rusiyaya nota verib.